Sultan II. Bəyazidin hakimiyyəti illərində Osmanlı dövləti. Sultan II. Bəyazid 1481-1512-ci illərdə Osmanlı dövlətini idarə etmişdir. İndi isə variantlara baxaq. Əmir Teymurun hücumuna məruz qaldı. Əmir Teymurun hücumu 1402-ci ildə olmuşdur. Bu zaman hakimiyyətdə 1-ci Bəyaziddir, yəni bu yanlışdır. Bolqarıstanı tabe etdi. Bolqarıstan 1396-cı ildə tam olaraq Osmanlı dövlətinə birləşdirilir. Bu zamanda hakimiyyətdə yenə 1-ci Bəyazid idi. Paytaxtı başqa şəhərə köçürdü. Ümumiyyətlə 2-ci Bəyaziddə paytaxt köçürülməsi yoxdur. Bunu çıxırıq. Misri öz tərkibinə qatdı ifadəsi də yanlışdır. Bu 2-ci Bəyaziddən sonra hakimiyyətə gələn Sultan 1-ci Səlimə aiddir. 2-ci Bəyazid bunun əksinə olaraq Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələri saxlamışdır. Ağqoyunlu dövləti ilə diplomatik əlaqələr saxladığı ifadəsi isə doğrudur. 2-ci Bəyazid həm Ağqoyunlular, həm də Səfəvi dövləti yaranan zaman onunla diplomatik əlaqələr saxlamış və münasibətlər normal olmuşdur. Düzgün cavabımız budur.